Baba çok sağ ol, bana traktör verdin. Sen çok sevirəm. Əsəd müəllim, siz həm də hər iki Qarabağ müharibəsinin iştirakçısınız. Bəli, hər iki Qarabağ müharibənin iştirakçısıyam. Birinci Qarabağ müharibəsində, ikinci 44 günlük müharibəndə könüllü gəlmişdim. Həm də tərtib olunmusunuz dövlət başçısı. Bəli, bəli, medallar verildi mənim üçün. Axıra qədər gəldim, axırda da Güləbirdə gəldim, dünyaya düşdüm. Sonra biz dara qayda, bizi aparla qoşdular, biz gedəndən 4 gün sonra müharibə bitdi təmiz. Necə ki, Ali Baş Komandanımız var, dəmir yumruq var, mümkün deyil, tabi olmayacaq müharibə. İnşallah olmayacaq. İnşallah bu traktorla bağ əkəcəyik, bostan eləyəcəyik. Bu kətdə kimin nə iş olsa ona yarayacaq bu traktor. İnşallah. Bu yarayacaq onu.